arvadı generalların döşəyindən çıxıb hər dəfə bir rütbə tapdıran reis görmək istəyirsin. Baxaq. Babalar qoyur, babalar qoyur. Avrupa bayrağında. Sen keçmisən. Baba. Xeyrola götür versene. Biz onu götürüp verip zədələmirik. Bayrağı vermək çıxma. Baba gəl, bayım gəl. Çək onu ver. Gəldi. Baba. Niyə qanunsuzluq edirsiniz? Qanunsuzluğu siz edirsiniz. Budur bax oraya. Arvadı hələ bununla bir dənə cinsi əlaqə girə bilməyibdi. Bunun arvadı ancaq serjantların, bunun tabiçiliyində olan serjantların mıxını sorur. Və sifətə baxın sifətə. Bunun anasına daldan bir dənə gedim. Şeyimin başında bir poxlu çıxardım. Vilayət Eyvazovun birbaşa ağzına basım. Sonra arvadına basım. Arvadıla bilirsə, bunlar ikradan yiyirlər. Bunların poxu çox iyi verən poxu olur. Bilirsə, o ot yiyən heyvanın poxu niyə çox iyi vermir? İtin poxunun iyisinə də baxın. Deyək ki, başqa ot yiyən heyvanın poxuna da baxın. Görürsünüz, o ət yiyən heyvan, o daha kalorili şey yiyən adamın poxu çox iyili olur. Deməli, bunun arvadına dalını arkoyla yoxa, salidolla yağlayın. Basım arvadına, şaqqır. Sonra da çıxardanda başında pox çıxır. Poxlu bunun ağzına qoyun. Bunun serjantlarının əsbabı olsun. Bunun arvadının və özünün ağzına. Bunun da daşşaqları, bunun da indi işəmək üçün var da, bunun da iki sallanan bir tullananı. Bununki da olsun Vilayət Eyvazovun arvadının və özünün ağzına. Vilayət Eyvazovun da iki sallananı bir tullanan olsun İlham Əliyevin arvadının, özünün, qızlarının və gəlini Alyonanın ağzına. Sən çıxan yerə Xaçaturyan soxsun. Ay Abşeron reisi, bütün serjantlarının hamısı anana daldan yeritsin. Poxlu çıxardıb ananın dalından çıxanı sənin ağzına qoysun. Mavinlərinə qədər, əməliyyatçılar, təhqiqatçı İslanda. Zabit heyətin arvadına daldan qoysun. Dirəsin, otuzdursun arvadına, çalxalasın, şeyini çıxarsın, poxlu ağzına qoysun. Qabilin də iki sallananı, bir tullananı balalarının ağzına olsun. Balalarının. Kalyaskiya minənindən tutmuş Boeing'ə, Silkovaya, nə bilim o sürət qatarına minənə qədər hamınızın ağzına xalq cəbhəsinin hamısının daşşaqları və əsbabı olsun. Nəslinin ağzına olsun xalq cəbhəsinin bütün heyətinin daşşaqları. Sinəsindən yumruq vurduğun Əli Kərimlinin beli pendir bağlayıb. Əlin Ağayevin arvadına basas deyil ki, o önəmli adamdır. Əli Kərimli mənlə otsun, tutarağından vursun. Bir balaca özünü bilməsin, səni kimi itin arvadına basacaq axı. Hazır Əli Kərimli belə içirdim. Əli Kərimli sinəsindən vurmuşdun ha. Əli Kərimli arvadına daldan geçsin. Qabil də anana daldan geçsin. Cəbhəçilər də uşaqlarının ağzına töysün, eləcə belə qoqili töysün belə ağzına. Uşaqlarının. Yaxşı maydı sağ. Yenə həmən qayda. Rəsulzadəni ziyarətə gedirlər. Yaxşı bir şey çıxır ortaya. Bu Rəsulzadəni ziyarətə gedəndə, hani mən deyirəm axı, mən Qabil, mən deyirəm axı, Türkiyənin Kılıçdaroğlusu Azərbaycanın İsa Qəmbəridir. Bunu bilin, Azərbaycanın Kılıçdaroğlusu İsa Qəmbəridir. Ona görə, nə tər olur elə? Məmməd Əmin Rəsulzadəni ziyarət eləməyə gedirlər. 28 mayda nə tər olur elə? Müsavatın üstünə Qamaxozun maşınlarını salmırlar. Müsavata mane olmurlar. Amma xalq cəbhəsinə mane olurlar. Nə tər olur elə? Bak. Bakın bu ne masallı bir şey. Ayıp olsun sen ha. Hətta masalının da kamazlarını, zibil maşınlarını gətirirlər ha Bakıya. Masallıdır deyir seriya. Masallıdır ki deyir bu bak. Bakın bu ne masallı bir şey. Ayıp olsun sen ha. Evden de geldi. Hamısı bu Jekin İcra Hakimiyyəti maşınlardı. Kaçta sürürler üstümüze ha gelip ha. İnanın Allaha deyirəm, Əli Kərimlini də həqiqətən İsa Qəmbərə tapşırmışlar. Əlindən gələn elədilər. İlham Əliyev qəsdən Müsavat CAXCP cütlüyü dedi. Əli Kərimlini İsa Qəmbərə tapşırmışlar. Bir dənə inqilab deyər. Allah əndazədən çıxar. Bilirsiniz? Buna bax. Saat 11'e 20 dəqiqə işləyir. 11'e 20 dəqiqə işləyir. Saat 11'e 20 dəqiqə işləyir. Bax görürsünüz ki, zibil maşınlarını gətirib saxlayıblar burada. O tərəfdə də zil maşın. Hələ ki 4 dənə, 5 dənə maşın var. Saat. Görün də, hazırca dururlar ki, cəbhəsi oradan gedəndə üstünə sürsünlər. Yəni nə deməkdir bu? Yəni maşın gedirsə adam az görünür də. Maşınlar dağdala gedirsə adamlar bölünür, az görünür. Başa düşdünüzmü? Ona görə